Ləhcəmi dəyişmişəm, amma hamı mənə gülür. Dost tanış, qohum əqraba deyir ki, sən Allah, ətimizi tökmə. Elə qayıt öz ləhcəmizdə danış. Bəs bu qədər əziyyəti mən niyə çəkmişdim? Mən necə edeyim onlara cavab verim? Bax, bu sual mənim ləhcə, CCG korreksiyası dərslərimə qoşulanların daha çox başına gəlir və onlar mənə bu sualları tez-tez verirlər və bir söz deyim, bəli. Bu ləhcə dəyişimi onlar üçün fərqdir. Çünki yanındakı insan inkişaf edir. Bu ona da sən də inkişaf elə dəyiş siqnalı verir. Əgər bir dostunuz, qohumunuz və yaxud hətta həyat yoldaşınız sizə belə deyirsə, hətta həyat yoldaşınız olsa belə, bilin ki, o sizi irəlidə görmək istəmir. Bu sözün kimsəni qıcıqlandırmasın. Əgər sən bir yerdə çalışırsansa, artıq bu ləhcə sənə mane olursa, deməli dəyişməlisən. İnsanlar dəyişə bilməyəndə yanındakıları qınayır, onları geri çəkmək, əvvəlki mövqelərinə qaytarmaq istəyirlər. Çünki özləri dəyişə bilmirlər. Bu çox çətin situasiyadır və mən bunu necə həll eləməyi sizə bir kəlmə ilə deyə bilərəm. Dəyişmək istəyirsənsə sən də dəyiş. Sən də daha doğru variantını tap. O demək deyil ki, mən heç öz ləhcəmdən istifadə eləməyəcəm. Amma iş yerində, çalışdığım yeni ortamda, yeni şəraitdə daha doğru danışmalıyım. Çünki Azərbaycan ədəbi dili başqa cürdür və mən evlatlarıma da yeni, gözəl danışıq qaydasını miras qoymaq istəyirəm. Fikriniz budursa, bu təlimlərə ürəklə qatılın və sizə miras tutanlara, köhnələrə cavab verməkdən bu.